Vaxtınız xeyir uşaqlar, inteqralın həllinə baxaq. Bizdən inteqralın hesablanmasını soruşur. İlk öncə inteqrallı ifadəni gəlin sadələşdirək. Deməli, vurub açsam nə olur? 10x üstü 4 plus 4x kub bərabərdir. İntegral 10x üstü 4 dx plus integral 4x kub dx bərabərdir. İndi birinci ifadə bizə nə verir? 10 sabitdir, qaldı yerində. X üstü 4. X üstü 4 qüvvət olan qüvvət funksiyanın inteqrallanması necə idi? Misal üçün x üstü n nəyə bərabər idi? X üstü n plus 1, bir də n plus 1 deyil idi. İndi bir vahid artacaq, düzdür? Olacaq x üstü 5 böl 5 və plus, burada da sabit yerində qalır. 4 vurulsun, bu da bir vahid artır. Olur x üstü 4 bölünsün 4. dx. Daha doğrusu dx yox, plus c bərabərdir. Bu bizə nə verəcək? İxtisar getsə 2x üstü 5 plus bunlar getsə x üstü 4 plus c. Bax, yekun cavabımız bu olmalıdır. 2x üstü 5 plus x üstü 4 plus c. Baxın, y bəndi.